Tədbir iştirakçıları əvvəlcə Glinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan milli musiqi alətlərindən ibarət sərgi ilə tanış oldular. Bu sərgi milli musiqi alətlərimiz haqqında daha dolğun məlumat almaq üçün imkan yaradır. Daha sonra iştirakçılar Azərbaycanın tanınmış bəstəkarları və müğənnilərinin şəkillərindən ibarət stenda baxdılar. Tədbirdə çıxış edən Rusiya Mədəniyyət Nazirinin müavini Andrey Busygin konsertin əhəmiyyətindən danışaraq qeyd etdi ki, muğam artıq Rusiyada da sevilməyə başlayır. Muğamın təbliğ edilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın həyata keçirdiyi mühüm layihələrdən danışan nazir müavini artıq muğamın dünyanın bir çox ölkələrində böyük maraqla qarşılandığını dedi. Glinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin direktoru Mikhail Brizglov tədbirin əhəmiyyətindən bəhs edərək vurğuladı ki, 2003-cü ilin noyabrın 7-sində muğamın UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi bir daha sübut edir ki, muğam yalnız Azərbaycan deyil, eləcə də bütün dünya mədəniyyəti üçün dəyərlidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edərək bildirdi ki, muğam hər zaman Azərbaycan mədəniyyətinin sərvəti olub və o dövlət qayğısı ilə əhatə edilib. Мугам всегда был богатством азербайджанской культуры. Его корни уходят в многовековую историю. И он всегда был жемчужиной Азербайджана. Азербайджанский народ всегда очень любил и ценил мугам. Для нас это как своего рода генетический код. Это то, что наряду с нашим языком, искусством и literatурой. Muğam haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Leyla Əliyeva dedi ki, bu musiqi növü özündə opera, caz, muğam və digər janrları birləşdirib. Muğamın ölkəmizin məşhur bəstəkar və müğənnilərinin adı ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bildirdi ki, indi Azərbaycanda gənclər də muğama böyük maraq göstərir. Leyla Əliyeva muğamın qorunması və inkişaf etdirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən mühüm layihələrdən danışdı. Музыка, как ничто другое, объединяет народы и нации и не имеет никаких границ. Я хотела бы выразить благодарность руководству музея за предоставленную возможность проводить этот вечер в этом прекрасном зале. И от фонда Гейдара Алиева я хотела бы подарить вам наши национальные инструменты уд и саз. Azərbaycanda digər sahələr kimi mədəniyyət və incəsənətə göstərilən yüksək dövlət qayğısının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu dedi ki, bu ənənə Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Bu işlərdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da xidmətləri yetərincədir. Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Muğam Dünyası adlı Beynəlxalq Muğam Festivalının keçirilməsi, gənc muğam ifaçılarının festivallarının təşkili, Qarabağ Xanəndələr albomu və Muğam ensiklopediyasının nəşri, muğam jurnallarının buraxılması, arxiv muğam yazılarının bərpası və elektron formatda saxlanılması, habelə digər mühüm tədbirlər isə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin bir qismidir. Sonra Azərbaycan televiziyasının hazırladığı muğamımızın tarixi və müasir durumundan bəhs edən sənətli film nümayiş olundu. Tədbir muğam müsabiqəsinin qaliblərinin və laureatlarının, habelə Azərbaycan aşıqlarının iştirakı ilə keçirilən maraqlı konsert proqramı ilə davam etdi.